Salam, hörmətli tamaşaçılar, hər vaxtınız xeyir olsun. Əziz çarə sevərlər, çarə efirdədir. Bugün ayın 21-i, həftənin 5-ci günü, yəni cümə günü gözəl günlərdən biridir və bütün müsəlmanları bugün münasibəti ilə təbrik edirəm. Günləri aydın olsun, günləri xeyirli olsun və çarə verilişini başlayıram. O ki, qaldı bizim telefonlarımız açıqdır. 510 32 79 və 492 16 20. 510 32 79 və 492 16 20. Bundan başqa 69 74 SMS ünvanımız da açıqdır ki, suallarınızı əgər telefona düşə bilmirsinizsə, SMS-lər vasitəsilə ünvanlaya bilərsiniz. O ki, qaldı bir çox məsələlərdə ki, deyirsiniz ki, sualları tam cavablandırmırıq. Əgər cavabınız alınmırsa, yəni cavabınızı verməyə vaxtımız çatmırsa, o zaman Herbaflora jurnalına müraciət edin. Belə ki, Herbaflora jurnalının hər saytında bizim cavablandırmadığımız SMS-lər dərc olunur. Bunu nəzərə alaraq xatırlayıram ki, Herbaflora jurnalı bütün köşklərdə, postamplarda var. Telefonu isə 012 437 28 10. Yəni 012 437 28 10 nömrəsinə zəng vurmaqla Herbaflora jurnalının abunə məsələsini, evə çatdırılma məsələsini həll edə bilərsiniz. Bundan başqa Herbaflora şirkətinin məhsullarını topdan satış qiymətinə ala bilərsiniz. Hardan? Fitoklublardan. Fitoklublar isə ailəvi istirahət mərkəzidir ki, bu istirahət mərkəzlərində siz gedib dincələ bilərsiniz. Qida əlavələrindən 30-35 adda məcunlar, salatlar, halvalar, bütün bunlar sağlamlığa xidmət edən məhsullardır ki, bunların da tərkibi həli ilə, keçi buynuzu, ud hindi və s. kimi məhsullar xaricdən ithal olunur ki, bugünəcən onlar tapılmayan məhsul sayılırdı. Amma həmən müalicə vasitələri bugün artıq Herbaflora şirkəti tərəfindən ithal olunur və fitoklublar bunlardan gözəl məhsullar hazırlayır, gözəl müalicə vasitələri hazırlayır. Odur ki, gedin, müalicə olunur. Fitoklubların nömrəsini xatırladıram, 012 561 85 01, 012 492 23 46 və Bənövşə Yaşıl aptekinin nömrəsini xatırladıram ki, 012 492 29 53-dür. 012 492 29 53. O ki, qaldı. Bir daha xatırladıram ki, bizim telefonlarımıza 510 32 79 və 492 16 20-dir. 69 74 SMS ünvanımız da açıqdır. Mənimsə stolumun üstündə SMS-lər olduqca çoxdur və o SMS-lərin dünən də bir neçəsini cavablandırsaq da vaxtımız çatmadı. Amma bəzi məhsulları şübhəsiz ki, bəzi sualların cavablarını bugün çalışacağıq ki, cavablandıraq. Amma bir neçə sual var, məsələn, göbələklərlə bağlı. Mən dünən danışdım göbələk xəstəliyindən necə qurtulmaq olar. Onlardan ən gözəl müalicə vasitələrindən biri, məsələn, fitaton xınalardır. Fitaton 1, fitaton 2, fitaton 3 və fitaton 4. Bu xınalar göbələk xəstəliyi əleyhinə, sibareya xəstəliyi, saç tökülməsi, dəri ləkələri və s. Fitaton 1 tamamilə rəngsiz, yəni kişilər də bundan istifadə edə bilər. Digər üçü isə bir qədər rənglidir. Və bundan başqa şəfa vitamininin adını çəkmək istəyirəm ki, elə bax, dəridə olan ləkələrdə, bundan başqa avitaminozlarda, qan dövranı pozğunluqlarında, göz görmənin zəifliyində, uşaqlarda zehni və fiziki yorğunluqda, bundan başqa boy artımında, yəni boy artımının çətinliyində şəfa vitamini əla müalicə vasitəsidir. Şəfa vitamininin də xatırladıram ki, tərkibi biyan kökünün şirəsi, qara qarağatın şirəsi, böyürtkən şirəsi, sütül qozun şirəsi, dazotu, evkalipt, kəkliotu kimi komponentlər birləşərək çox gözəl bir vitamin kompleksi yaradıb ki, bundan da istifadə edərək orqanizmi gücləndirmək olar. Elə hal-hazırda bir çox tələbələr, şagirdlər tələbə olmağa hazırlaşır, imtahanlara hazırlaşırlar. Onlarda həm zehni, fiziki yorğunluq var, həmçinin də bir stres halları var. Bax, bu insanlar üçün məsləhət görərdim şəfa vitamini, bir də serebrateya çayından istifadə eləsinlər ki, belə ki, tərkibdə ginkgo biloba olan serebrateya çayı çox gözəl, kapilyar səviyyəsində beyin qan dövranını yaxşılaşdırır, yaddaş zəifliyini aradan qaldırır. Bu, nəinki şagirdlər və tələbələr üçün, həmçinin yaddaşı zəifləmiş yaşlı insanlar üçün də çox gözəl müalicə vasitəsidir ki, beyin qan dövranını yaxşılaşdırır. Tərkibində kversitin və dihidrokversitin maddələri var ki, bu isə mikrosirkulyar beyin qan dövranını normallaşdırır. Bax, beləcə, mən isə istəyirəm ki, zənglərimizdən bir neçəsini qəbul edəyəm və söhbətimizi davam elətdirək. Alo. Alo.
təəssüflər olsun ki, tamaşaçımızın mənim danışana qədər vaxtı və hövsələsi çatmadı. Amma məsləhət görürəm ki, əgər bizim zənglərimizdə biz danışırıq və siz gözləyirsinizsə, bir qədər səbirli olasınız. Belə ki, veriliş gedirkən mən çalışıram ki, hər bir kəsin rəyini nəzərə alaq. Mənimsə burada SMS-lər var. İstəyirəm ki, bu SMS-lərdən bir neçəsini oxumaqla o zaman verilişimizi davam elətdirək. Yazır ki, salam, mənim 55 yaşım var. Belimdə ağrı var, həmçinin də ayaqlarımda ayaqlarımda ağrı var və arıqlama çayı tövsiyə edərdiniz mənə. Çünki görünür köklük məsələsi var və bir neçə insan da belə arıqlamaq üçün bizə müraciət eləyirlər. Bax, burada bir neçə insan yenə də bax, diabetlə bağlı arıqlamaq üçün məsləhət istəyirlər. Sonra bax belə, Elnur doktor, şübhəsiz ki, Herbaflora şirkətinin müəyyən məhsulları var arıqlamaq üçün, amma son zamanlar belə bir versiyalar da var ki, demək olar ki, hər hansı bir dərmanı qəbul etmədən, hər hansı bir bitki çaylarını qəbul etmədən, təmrinlər etmədən arıqlamaq mümkündür və bu arıqlamaların da son zamanlar demək olar ki, çox geniş təbliğ olunur. Mən istəyərdim ki, buna biraz aydınlıq gətirək, görək bu necə mümkündür, bunların nə kimi fəsadları var, nə kimi xeyri var. Buyuruz. Ümumiyyətlə, yəni arıqlamaq istəyənlər, indi kifayət qədər kök insanlar var və onlar arıqlamaq istəyirlər. Bu köklüyü yaradan səbəb müəyyən olunmalıdır. Çünki hər kəsdə əmələ gələn bu piylənmənin necə əmələ gəlibsə, onu o cürdə müalicə eləmək lazımdır. Yəni, piylənmə heç boş bir yerdən yaranan bir proses deyil. O, illərin bir əmələ gələn prosesidir. Onu da ki, aya 15 kilo atdım, 10 kilo atdım, belə bir şeylər düzgün deyil. Və orqanizm onu özlərinə götürə bilmir bu ağrı yükü və ondan sonra başqa bir fəsadlar yarana bilir. Və bugünkü günündə arıqlama məhsullarından geniş istifadə olunur. Çünki arıqlama məhsulları, indi belə qeyd edeyim, məsələn, Herbaflora şirkətində olan arıqlama məhsulları Afrodita, Figura, Haşef çayı, bu çayların əsas prinsipi xroniki qəbizliyi aradan götürmək və belə deyək, bağırsağa boşaldıcı effekt verməklə təsir göstərir. Afrodita, Figura, Haşef çayını içəndə hər birinin bir-birinə keçid eləndə fasilə vermək məsləhət görülür. Sonra antiselülit şarmlüks çayı misal göstərə bilərəm və digər zərif və ideal çay isə bunlar ümumi toksin və şlakları orqanizmə təmizləyici xüsusiyyətə malikdir. Amma hər birini müalicə müddətində istifadə etdikdə pəhrizə, dinamikaya və bu çayı istifadə etdikdən sonra fasiləyə fikir vermək lazımdır. Ümumiyyətlə, yaxşı olar ki, kifayət qədər artıq çəkidən əziyyət çəkən insanlar endokrinoloq, diyetoloqlara müraciət eləməlidirlər. Çünki indi metabolik sindrom daha geniş vüsət alıb. Metabolik sindrom o deməkdir ki, bel çevrəsinin böyük olması, hiperlipidemiya, yəni gələcəkdə ateroskleroza keçid, hətta insulinə rezistentlik, yəni şəkər xəstəliyinin risk faktoru ola bilər və çəkinin artıq olması. Bunlar növbəti etaplarda ürək işemi xəstəliklərinə kimi gətirib çıxarda bilər. Kifayət qədər kök insanlarda qəbzlikdən əziyyət çəkmək də çoxdur. O da ona görədir ki, yəni orqanizm bu ağırlığın öhdəsindən gələ bilmir. Bunlar kifayət qədər qidalanma zamanı bağırsaqlara boşaldıcı və belə deyək də, yəni onlara bir istirahət verməlidirlər. O verdiyi sualda isə belində olan ağrı o müayinə olunur. İlkin diaqnostik metod rentgen müayinədir. Rentgen müayinəyə əsasən əgər yırtıq, protruziya və yaxud da ki, anulyar qabarma varsa, bunun diferensiyasından asılı olaraq neyrocərrah müalicə edir və yırtıqlar zamanı yaxşı olar ki, əgər aşağı ətraflara vurursa, o 90% yırtığın əlaməti ola bilər. Ölçüsündən asılı olaraq bunu fizioterapevtik müalicələrlə saxlamaq olar. Və həmin nahiyəni fitoil masaj yağı ilə masaj etmək, ozonlaşmış yağdan istifadə olunur. Bütün dünyada belə bir şey, ozonlaşmış yağdan istifadə olunur. Herbaflorada fitoil masaj yağıdır. Amma yəni müalicə üçün daha yaxşı olar ki, üzgüçülük məsləhət görülür. Sonra müəyyən hansısa müalicələr tətbiq olunacaqsa, onu neyrocərrah və fizioterapevt həyata keçirir. Arıqlaması üçün isə ilk olaraq hər kəs görüntü olaraq arıqlamaq istəyir, amma orqanizmin hansı üzvləri arıqlamaq istəyirsə, birinci, yəni ultrasəs müayinəsinə əsasən
həmin üzvləri arıqlatmaq lazımdır. Yəni, ödündə qatılıq varsa, qaraciyər daxili steatozlar varsa, bunlar birinci növbədə aradan götürməlidir. Bunun üçün də məsləhət görəcəyimiz məhsullar, bitkilər var. Ləkəli qanqal bitkisindən 6 ay müddətində istifadə etmək, ənginar bitkisindən istifadə etmək, ənginarlı, ləkəli qanqallı məzunlardan istifadə etmək, hepartiya çayı, əgər şəkəri yoxdursa, hepanat siropu və teoxalin çayı. Yəni, bunlardan kompleks şəkildə bir ay müalicə edib, orqanizmə istirahət verib, yenidən müalicə edə bilər və hər kəs heç olmasa 6 aydan bir öz qaraciyərlərini tubaj etdirməyi məsləhətdir. Təşəkkür edirəm. Bir də bax beləcə sudan istifadə etməyi yadlarından çıxartmasınlar. Çünki arıqlamaq istəyən insanlar su-duz mübadiləsinə xüsusi fikir verməlidirlər. Belə ki, su mübadiləsi pozulduqda hüceyrə səviyyəsində müxtəlif xəstəliklərə səbəb olur. Ona görə də öz başına, yəni susuz və yaxud da bir başa aclıqla müalicələrə girişməsinlər. Bunu həkimlə məsləhətləşsələr daha yaxşı olar. Biz sizin SMS-lərinizin içində çoxlu demək Dəmirovla bağlı, dəri ləkələri ilə bağlı məsələlər olduğu üçün biz bu günləri studiyamıza Məhərrəm Musayevi də dəvət etdik. Bilirsiniz ki, hörmətli aktorumuz belə bir nəticəyə nail olub ki, uzun müddət Dəmirov xəstəliyindən sonra özü onu müalicə edərək və nəticə etibarı ilə sonunda isə bir başqa insanların da müalicəsində fəal iştirak edir və onlara gözəl məsləhətlər verə bilir. O mənada da Məhərrəm müəllimin məsləhətinə yenə də ehtiyacımız var və bugün studiyamıza ona görə dəvət elədik. Buyuruz Məhərrəm müəllim. Məsələn, burada yazır ki, salam, mən üzdə olan Dəmirovdan müraciət edirəm. Dəmirov qırmızı səpki formasındadır. Xahiş edirəm, məsləhət verəsiniz. Təşəkkür edirəm. Bax, biri budur. Sonra bir başqa yenə də Dəmirovla bağlı yazır ki, salam, mənim nəvəmin başında Dəmirov var. Başında qızartılar olur. Dəridə qabıq qoyur. Neçə kurs müalicələr gedib, heç bir xeyri yoxdur. Bax, bu neçə kurs müalicələr gedir, heç bir xeyri yoxdur. Bütün hallarda SMS-lərin içərisində keçir. Yəni, keçən verişimizdə də çoxlu, bax, bu Dəmirovla bağlı mən hazırda burada saxlamışam o SMS-ləri də. Ona görə də istəyirəm ki, Məhərrəm müəllim, bir buna da biraz aydınlıq gətirək ki, nəyə görə bu qədər çətindir, yəni bu Dəmirovu müalicə eləmək? Siz də müalicə eləmişsiniz və siz də bu çətinlikdən, indi Elnur doktor da yəqin ki, bu söhbətə qoşulacaq. Buyuruz. Mən həmişə deyirəm, Şəhid müəllim, deyirəm ki, elə bir krampdan su axır, gəlir bu palazı burada isladır. Bu palazın biz götürüb sıxırıq, suyu gedir, amma krant oradan açır, gənə isladır. Ona görə bu psoriazın yaranması gərək insanlar özləri başa düşər ki, axı sən buradan bunu müalicə eləməklə bu məsələ həll olunmur. Yəni üzdə dəridə müalicə eləmək. Bəli, bəli, tək dəri ilə məsələ həll olunmur. Yəni hökman bunun qidalanmasıdır, su içməyindən tutmuş, yatmağından tutmuş, iş rejimindən tutmuş, hamısı burada böyük rol oynayır. Adətən gecə az yatanlar bu psoriaz xəstəliyindən azad ola bilməzlər. Mən bunu həmişə deyirəm. Ona görə gecə normal yatmaq lazımdır. Yəni, onda belə çıxır ki, nəticə budur ki, yəni gecə rejimi o ki, məsələn, ta ki, saat 12-yə qədər gecə. Bəli. 12-11-dən, yəni mütləq orada yatmaq məsələsi var. Hökman yatmaq lazımdır. Bütün saytlarda, bütün kitablarda göstərirlər, Dəmirov xəstələri üçün göstərirlər ki, 11-i keçmədən yatmaq. Çox düzgün deyirlər onu. Çünki niyə görə mən özümdə də bunu müşahidə eləmişəm o vaxt hələ xəstəlik. Allah təbarək təala Quranda gözəl bir ayənin içində gözəl bir söz deyir. Gecəni sizin üçün rahatlıq olsun deyə istirahət etməniz üçün təyin etdikdə. Yəni gecəni, əslində qalanda biz gündüz də yata bilərik, dincələ bilərik, amma gecəni təyin edir Allah. Niyə görə? Çünki gecə daha insan orqanizmi üçün daha faydalıdır. Bu mənada. Mən onu əlaqələndirirəm Şəhid müəllim. Axı insan günəşdən də enerji alır. Bu günəş enerjisi elə bir ki, saat 12-dən sonra yerin bir növ altı tərəfə keçilir. Artıq biz enerji ala bilmirik. Energetik dəyişiklik var. Elə belə, mən sən fikrimə girim. Mən onda onun spesialisti deyirəm o. Mən onu biraz nöqteyi nəzərdən izah edirəm. Buyuruz. Çünki hər halda siz həkimsiz, yəni professional həkimin izahatı daha vacibdir. Buyuruz. Yəni gecə artan hormonların adını çəkəcəm. Onlardan birincisi prolaktin hormonudur. İkincisi growth, yəni boy hormonudur. Sonra adrenokortikotrop hormon, o ki biz əsəbləşəndə artan hormon var və yaxud da qorxanda, həyəcan keçirdəndə həmin hormondur. Və melatonin. Melatonin hamımızı yatızdıran hormondur. Yəni melatonin elə gözəl hormondur ki, o belə deyək də beyinə əməlli başlı, yəni rəqs verə bilən bir hormondur. Əgər gecə yatmırsansa, melatonin yatızdırmaq istəyir, amma sən bunu aktivləşdirirsən. Rəngimizdən tutmuş, yuxumuza qədər idarə edən bir hormon. İdarə edir və belə bir şeydə deyirlər ki, melatonin nə qədər çox
ifraz olunursa, yəni gecəni biz nə qədər normal yatırıqsa, 12-dən 7-yə, 6-ya qədər, o qədər xərçəng prosesi olmur. Hətta belə araşdırma aparmışdılar ki, gözü görməyən insanların xərçəng olma riski çox azdır. Çünki onlar daima qaranlıq rejimindədirlər. Və yəni, burada bir şey də var da, bu sözünüzün qüvvəti Elnur doktor. Demək, burada məsələ nədədir? Gecə yatarkən kiçik işıq belə düşməməlidir. Demək, o işıq melatoninin ifrazına mane olur. Yəni, doğru, dürüst. Buyurun. Bilirsiniz, məsələn, adətən endokrinoloqlar şəkər üçün yoxlayır ki, get evdə şəkərini yoxla. Bunun üçün şəfəq, Samoji fenomenləri var. O da nəyə görədir? 3-də yoxlayırsan, orqanizm özü-özünə şəkəri azalda bilir. Gəlir 6-ya çıxanda isə artıq ona qarşı orqanizm yenidən qlukagon hormonu ifraz edir. Bunlar o qədər bir-birinə əks əlaqə prinsipi ilə işləyirlər ki, hormonal olaraq biz özümüzü idarə edə bilmirik. Ona görə də piylənmədir, digər xəstəliklərdir. Məsələn, siz sualda qeyd elədiniz ki, dəmrov, kəmərləyici dəmrov bu dəqiqə çox artıb. Niyə? Çünki bu dəqiqə çox insana baxsan, xroniki yorğunluq sindromundan əziyyət çəkir. Xroniki yorğunluq sindromlar nəyə aiddir? Herpes viruslar. Herpes virusu, ay qorxdum, dodağım uçuqladı, ondan ibarət deyil. Herpesin 8 dənə növü var, yəni 8 herpes virusu var. Sadəcə hər birinin adı başqa cürdür. Herpes 1, 2, onlar ən çox harda otururlar? Məsələn, herpes 1 oturur üçlü sinir qanqlionunda, herpes 2 oturur sakral, yəni oma qanqlionunda. Yəni genital sahənin ağrılı vezikulaları herpes 2-dir. Herpes 1 də deyir, mən gecə qorxdum və dodağım uçuqladı. Onunla mən qismən razıyam. Nəyə görə? Yəni sinir sistemində oturan həmin o viruslar aktivləşdi və selektrikşa dəridə bu cür patoloji prosesi yarada bildi. Kəmərləyici dəmrov məsələn deyə bilərdim. Biraz uzun müddət çəkir, ağrılı olur, xəstə əziyyət çəkir. Həmin xəstələrə müalicə ediləndə sakitləşdiricilərdən də istifadə olunur. Bu zaman ən yaxşı istifadə olunan immun sistemi artıran məhsullardır. Bu xəstəliklərdə herpes olan, xroniki yorğunluq sindromu olanlara niyə görə deyirlər get jenşen məzunu istifadə elə? Çünki jenşenin özünün də dolayı yolla belə bir təsiri var. Amma mən daha yaxşı təsir göstərən adını çəkərəm. Dəmrov sözü və dəmrovotu, yəni onu elə belə adını qoymurlar. Dəmrovotunun çox gözəl virus əleyhinə təsiri var. Exnasi otunu misal göstərə bilərəm. Kompleks şəklində immunoterapiyanı misal göstərə bilərəm və qeyd elədiyim kimi jenşen. Əgər kim səhər durur və onun əgər xroniki yorğunluğu var, sanki hər şeydən bezmiş kimi görünürsə, o nevroz deyil. Yəni nevroz, isteriya, bu tipli xəstəliklərin diaqnozunu ancaq nevropatoloq qoya bilər, qonşu qoya bilməz və yaxud da ki, hansısa dost deyə bilməz ki, sənin halın yoxdur, sən nevrozsan. O müayinə olunub, onun əsasında bilə bilər ki, bu nədir? Onlar yaxşı olar ki, səhər durandan sonra aktivləşdirici, yəni elektrokok, yəni Sibir jenşenindən istifadə eləsinlər. Sonra orqanizmi qüvvətləndirici macunlardan istifadə eləsinlər. Bunlar orqanizmi nisbətən həmin o xroniki yorğunluqdan azad eləsin. Təşəkkür sözü var. Burada bizim buyur sözü düzməyərəm. Suriya jenşeni var, ondan da istifadə edirlər. O da Sibir jenşeni. Onun hazırlanma prosesi də ki, spirtdə onun nastoykasını hazırlayırlar. Çox yaxşı effekt verir. Təşəkkür edirəm. Bizim sadəcə olaraq indi reklam vaxtımız yetişdi. Reklamlara ayrılırıq. Qısa reklam fasiləsindən sonra